Və Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir qissə çatdırır. Və bu gün hər kəs məsciddən evinə gedəndə Allah rızası için bir şeyler ikram etsin. Allah rızası için bir şeyler bağışlasın. Hər kəs evinə gedir və sahabələrdən biri deyir, mən evimə getdim, vallahi yiyəcək bir şeyimiz yox idi. Və həmin sahabə ağlayır və dua edir. Ya Rəbbim, bugünə qədər kim mənim haqqıma giribsə, kim mənə haqsız yerə incidibsə, haqqımı sədəqə olaraq bağışladım. Və həmin şəxs səhər meclisə gəlməmişdən öncə Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrlə söhbət edir. Və o meclisə daxil olanda Allah Resulü sallallahu aleyhi ve sellem ki, haqqın sədəqə vermiş şəxs daxil oldu. Və Allah Resulü ki, mübarək o şəxsə ki, öz nəfsin yendi. Çünki o insan ki, heç nəyim yoxdur. Yalnız verə biləcəyim məni incidənlərin haqqımı halal sədəqə olaraq verdim.